Yo, body fat 100%, 100%. 100%. 100'e 100. 11 bu il tutulmuşam ha. 35 liraya 100%, sən çək alırsan, onu 35%-dir. Belə xoşuma gəlir, belə ləzzət eləyirəm, ona görə lazımdır. 15. 15K. Gider məşq bölgəsində ehtiyac edə bilərsiniz, online məşqlə uğraşa bilərsiniz. Fərdi məşqdə yazmayın, çünki fərdi məşqdən yeri dolubdur. Heç kim mənə yazmasın ki, fərdi məşq belə, fərdi məşq elə. Fərdi məşqini yazmayın. Yer boşanda özüm deyəcəm. Yox qardaşım. Əlbəttə ki, 17 yaşa görə çox gözəldir məncə, mənim fikrimcə. Selamlar, kreatin istifadə edirəm. Arkadaşlar, nə oldu basıram? Nə oldu bas geçsin. Mənə heç kim dərs deməyib indiyənə kimi, ancaq öz təcrübəmlə yığmışam bu bədəni. Heç kim də mənə deyə bilməz ki, mən bu adama, uşağa dərs demişəm və yaxud da nətər. Çünki mənə yenə dediyim kimi, mənə heç kim ilk dəfə məşqə başlayanda mənə heç kim şey eləməyib, nətər deyim, məşq eləməyib. Məşq keçməyib da belə deyim. Əski getmirəm, mən universitet oxuyuram. 3 il sonra inşallah. Hələ vaxtımız deyil. Hə, orta məktəb dərsini. Şirniyyat zat, hamısını bas geçsin hələ. Nə gəldi karbohidrat, nə yedin qənimət. Qardaşım gedir hə. Qida məşq bölgəsində ehtiyac edə bilərsiniz. İnşallah hələ məşq eləməyə başlayacağım. Arqa nə idi? Məşq eləməyə başlayacağım. Hadisə fikrim var iyuldan sonra. İyul ayını keçim, ondan sonra məşq eləməyə başlayacağım inşallah. Fikrimdə var. Qida məşq proqramı deyirəm. O çox gözəl sualdır həqiqətən. Çox gözəl sual, çox qəşəng sualdır. Deyirsiniz ki, qida məşq proqramı sən də öz şirniyyat istifadə edirsən. Yəni mən nə tər qida məşq proqramı deyirəm? Sizin istəyinizə görə kökəlmək mi istəyirsiniz? Mən sizə ona görə qida məşq proqramı deyirəm. Arıqlamaq mı istəyirsən, qurumaq mı istəyirsən, ona görə məşq proqramı istifadə edirəm. Mən də əvvəlində quru olmuşam. O vaxt bilirəm nə yemişəm, nə yeməmişəm. Yəni videolarım var, alt tərəfdə baxa bilərsiniz. Dediyim kimi, qida məşq proqramı sanmayın ki, mən beləyəm, siz də belə olarsınız. Yox. Yəni ki, mən sizə hər cür verə bilərəm. Arıqlamaq üçün də, qurumaq üçün də, böyümək üçün də, inkişaf eləmək üçün də, yağlanmaq üçün də. Yəni çünki mən də vaxtlarında ağır olmuşam, quru olmuşam. 3 ildir, 4 ilə keçiririk. Aliyə Hüseyni, sən get lakın təzələdə bir dənə. Dediyim kimi, yəni ki, deyirsiniz məsələsi üçün özün qida proqramı verirsən. Çox gözəl sualdır həqiqətən. Demirəm, elə, bana çox qəşəng sualdır həqiqətən, qəşəng sualdır. Dediyim kimi, siz məsələn deyirsiniz ki, arıqlamaq istəyir. Mən sizə deməyəcəm, get şirniyyat deyil məsələsi üçün. Məsələn, mən desəm, sən deyirsən, mən qurumaq istəyirəm. Mən deməyəcəm, get şirniyyat deyil, bunları yiyin. Mən sizə ideal bir məşq proqramı atacağım ki, idman qida proqramı ki, bunları yiyin, bunları yiyin.
Nə yemək lazımdır, nə tər məşq eləmək lazımdır ki, quryasan, nə tər məşq eləmək lazımdır ki, həcm qazanasan. Söhbət ondan gedir. Yəni, qolum da hardasa 44-45 sm gəlir də soyuq variantda, vəziyyətdə. Pamponda da 46 zada çıxır. Yox, qarqa, whey protein alırsan, onu 15-15 içdinsə, o nəyə dəyir də, nə xeyir olacaqdı onun. Sən onu gündə içməlisən, 60 qram zat içməlisən, 60 qram içməlisən gündə. Məşqdən sonra bir də yatmazdan əvvəl içsən bomba kimi. Bir günə çəki sala bilməzsən, yəni ki, o yaman şeydir. Bir günə çəki salmaq yoxdur. O çəki salmaq belə deyim də, düzgün qida proqramı ilə həftələrlə ola bilər, aylarla ola bilər çəki salmaq. Yəni bir günə inanmıram sən çəki salasan. İndi mən keçdiyim yolları deyirəm. İç geçsin.